Sumqayıt şəhərində yeniyetmə qızın ölümü ilə nəticələnən ağır bədbəxt hadisə baş verib. Hadisə şəhərin 45-ci məhəlləsində yerləşən 14 mərtəbəli yaşayış binasında qeydə alınıb. Məlumata görə Sumqayıt şəhər 13 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Şəms Əbdülxaliqova binanın yüksək mərtəbəsindən yıxılaraq həyatını itirib. Əməkdaşlarımız faciəvi şəkildə ölən gənc qızın fotosunu əldə edib. Şəkidə yaşayış binasında yanğın olub. Yanğın Şəki şəhər Məhəmməd Əmin Rəsulzadə küçəsində İsmailov Tural Mayısoğluna məxsus mənzildə baş verib. Əraziyə Şəki rayon yanğından mühafizə hissəsinin yanğın söndürənləri cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 40 kvadrat metr olan evin bir otağının bütün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisədə xəsarət alan olmayıb.